Sizcə insan kapitalına investisiya nə deməkdir və hardan başlanır? Öz beyinlərinə investisiya eləsələr, investisiyanın geri dönüşü daha yüksək olar. Bilirik ki, gördüyümüz işin səmərəli olması üçün iş mühiti də çox önəmlidir. Çox vacib əməldir. Və iş mühitinin toksik olduğunu göstərən əsas əlamətlər hansılardır? Fikirlərinizi, narahatlıqlarınızı, narazılıqlarınızı və ya səhvlərinizi rahat formada deməyə, etiraf etməyə çəkinirsinizsə, qorxursunuzsa, o mühit toksik mühitdir. Sağlam rəqabət mahiyyət etibarı ilə fərdlər arasında kommunikasiyanın, peşəkar münasibətlərin olduğu, amma davamlı olaraq təşkilata daha çox dəyər qatmaq, daha çox nəticə vermək və əməkdaşlıq ruhunun olduğu mühitdir. Bir gənc öz potensialını necə üzə çıxara bilər? Hardan başlamalıdır? Komfort zonalarda siz heç vaxt öz potensialınızı kəşf edə bilməzsiniz. Aslan könüllüsü olmaq Tural Dadaşova nə qazandırır? Mənə özümdən belə deyək, həmin dövrüzə bilik, bacarıq səriştəcə yüksək olan insanları düzgün rol model seçməyimə səbəb oldu. Onlar mənə mentorluq elədilər, onlar mənə dəstək oldular. Bir növ karyera yolumuza, bir növ həyat yolumuza bir işıq çıraq tutdular. YouTube kanalımıza abunə olun.